Həftəlik bürclər Qoç Şirox atanlar 9 iyundan 16 iyuna doğru həftəlik olaraq nələr gözləyir? Qoç Şirox odun sürdən. Qoçlar bu həftə belə deyim, ruzlu, bol, bərəkətli həftədir. Sadəcə bəzi nüanslarda bilirsiniz nədir? Özünüz bilərəkdən bəzi şeyləri yarımçıq qoymaqla zaman etkisinə girəcəksiniz. Yəni bilməyəcəksiniz nə istəyirsiniz, hansı istiqamətdə addımlamaq istəyirsiniz, özünüzü necə kəşf etmək istəyirsiniz. Bu həftə onları tam əmin ola bilməyəcəksiniz. Bir tərəfdən deyəcəksiniz, mən stabillik istəyirəm, çabalamaq istəmirəm. Digər tərəfdən deyəcəksiniz ki, belə deyim də zaman çərçivəsinə doğru pul, maddiyyat şansımı gücləndirmək istəyirəm, amma buna baxmayaraq yenə əsəbləşəcəksiniz. Bu həftə çox qısqanc olacaqsınız. Bu həftə hər şey çox müqayisə edici bir vəziyyətdə olacaqsınız. Qoç qadınlar daha şanslı olacaq, çünki bu həftə hədiyyələr əldə edə bilərlər, qabağa çəkilə bilərlər, öndə ola bilərlər, cazibəli ola bilərlər. Belə deyim də seçilən bir qadınlar ola bilərlər. Bu həftə qoç qadınlara fikir verirsiniz. Amma başqa bir məqam var burada, belə deyim. Qoçlar bizim görmədiyimiz bəzi nüansları evrən bizi aktivləşdirəcək. Görməlisən, dəyərləndirməlisən, artıq hər kəsi öz layiq olduğu pozisiyada qoymalısan. Çünki bu həftə sizdə müqayisə, bu həftə sizdə bütün oyunların, bütün yarımçıqların ortaya çıxma həftəsidir qoçlar. Bundan istifadə edəsəz, ətrafınızda olan insanların yalanlarını, boşluqlarını, sizə yanaşmalarını hamısının üstünü aça bilərsiniz. Ruzulu həftədir, yarımçıq olmamıza baxmayaraq böyük bir udarlarımız yox, sadəcə əsəbiyyətiniz biraz çoxdur. Bir də səs tellərimizdə narahatçılıqlarımız ola bilər. Onlara fikir verə bilərsiniz. Bir də çanaq hissəmizdə, belə deyim də, bəzi ağrılarımız aktivləşə bilər, ayaqla, çanaqla əlaqədar bunlara fikir verməlisiniz. Ümumi dəyərləndirsə 74%-ə qədər qoçlar həftəviz uğurludur. Şirlərə gələndə şirlər pullu həftə olacaq. Yəni hardan pul gözləyirsə gələ bilər, kim borclusa verə bilər və yaxud da hardan kredit götürmək istəyirsə, pul maddiyyatla bağlı nə mübadilə etmək istəyirsə əla bir həftədir. Bu həftə şirlər diqqətlə qulaq asın. Həyatınıza elə bir insan girə bilər ki, o insan həyatınızda qismətiniz ola bilər. Və yaxud da elə bir insandan elə bir jest əldə edə bilərsiniz ki, heç gözləmədiyiniz bir zamanda qəlbinizə toxuna bilər, sizi əldə edə bilər. Çünki bu həftə çox romantik həftədir. Şir qadınları və şir kişiləri o soyuqluq, buzlaşmış bir vəziyyətiniz sizi ərdəcək və sizi pozitiv eləyəcək. Getdiyiniz yerlərdə qarşınıza qismət olaraq və yaxud da sizi insan olaraq, sevgi olaraq aktivləşdirəcək bəzi nüanslar ola bilər. Bu həftə bacarırsız gəzin çoxlu, sosiallığınızı artırın, yerinizi dəyişin, istirahət edin, özünüzü yeni insanlarla aktivləşdirməyə çalışın. Çünki yeni bir enerji sizin güclənməyinizə, sizin böyüməyinizə çox gözəl təsir edəcək. Bu həftənin ən uğurlarından biri də siz olacağınıza əminəm. Çünki belə deyim də sizə, özüm də şir-bircə olsun, dərin analiz etməyi çox sevirəm. Sadəcə və sadəcə bu həftə beynimizdə nə varsa ağzımızda olmamalıdır. Yəni beynimiz biraz bizi ağıllı göstərməyə çalışırsa, biz ağzımızı yummalıyıq. Ən gözəl bir məqamda. Özümüzü aktivləşdirmə zamanı ayın 14-dən sonra tam olacaq. Yəni 14 iyundan sonra şirlər həm maddisal dəngəmizi, həm sevgimizi, həm qəlbimizi, həm beynimizi hamısını tarazlaşdıra biləcək və özümüzü yeni bir alana doğru çəkə bilərik. İstifadə etsəz 88-89%-ə qədər şirlər həftənizi uğurlu edə bilərsiniz. Ox atanlar o qədər qərarsız, qorxularınız ortaya çıxa bilər. Üstünüzdə olan şübhələr açıla bilər. Danışdığınız yalanlar ortaya çıxa bilər. Və yaxud da nə gizlədirsə hamısının üstü açıla bilər. Çox ehtiyatlı olun. Çünki məsuliyyətsizliyinizin 2 həftədəki aktivləşdirməsi, söz verirsiniz, boşuna çıxır. Danışıqlar edirsiniz, hamısı yarımçıqlıqda çıxır. Başa düşürsünüz, addım və hərəkətlər maniyəli formada olur. İnsanların sizdən soyuqlaşması, sizə xoş rəftarda yanaşmamaları bu həftə sizi ciddi bir şəkildə qıcıqlandıra bilər. Bunların qarşısını almalısınız. Necə deyimiz, nəfsinizin qulu ola bilərsiniz bu həftə. Ox atanlar, buna icazə verməyin, məntiqinizi unutmayın, ağlınızı aktivləşdirməyə çalışın. Çünki bu həftə elə bir vəziyyətdə olacaqsınız. Yanınızda olan dostluğunuzu belə görməyəcəksiniz. Onu düşmən olaraq, şübhə olaraq, yalan olaraq, yarımçıq olaraq nələr törtbastır etməyə çalışacaqsınız. Buna icazə vermirsiniz. Çünki bu gedişat getdikcə sizin güvəninizi, sizin enerjinizi zəiflədə bilər, məsuliyyətsizliyinizi artıra bilər. Həftənin sonlarına doğru yeni bir alan aça bilərsiniz. Həftənin sonlarına doğru pulla, maddiyyatla əlaqədar olaraq belə deyim də yeni bir qapı, yeni bir iş, yeni bir təklif aktivləşdirə bilərsiniz. Bu həftə çox qarışıq həftədir. Ən çox da yalanın, şeytanın aktiv olduğu həftədir. Biz qəlbimizi, beynimizi 100 dəfə düşünürük, danışıqlarımız və hərəkətlərimizi analiz edirik. Çünki həftənin ortalarına doğru, həftənin 3-cü gündən 5-ci günə qədər bir balaca quyu var. O quyuya düşdüksə bizim çıxmamız zaten çətin olacaq. Buna da icazə vermirik. O xatanlar 64%-ə qədər həftənizi uğurlu edə bilərsiniz.